Deməli, bu şəkildə Lorentz qüvvəsi ilə mənfi sürətinin istiqaməti verilibdir. Biz maqnit vektorunun istiqamətini tapmalıyıq. Düzdür? 4 barmağı tuturuq sürət istiqamətində, düzdür? Hə? Sürət istiqamətində tuturuq. Bax, bir. Yük mənfi olduğuna görə yaxşı olar ki, baş barmağım Lorentzin ətsinə baxsın ki, oldu? Onun ətsin yutacaq, belə də, düzdür? Onda nə vaxt əlim arxasını qoyuram? X olanda, yəni maqnit vektoru bizdən uzaqlaşanda, belə olsa, maqnit vektoru belə yönəlsə, həqiqətən belə tutaram, Lorentz qüvvəsi o tərəfə yönəlir. Deməli, maqnit vektoru burada bizdən şəkil müstəvisinə perpendikulyar olaraq uzaqlaşır. Oldu? Müşahidə 2-dən şəkil müstəvisinə perpendikulyar uzaqlaşır. Maqnit indüksiya vektoru göstərilib, maqnit siyasi bir cinsdir. Burada bir dənə müsbət Q2 göstərək. Görək ki, bu hansı istiqamətdə hərəkət eləsə, Lorentz qüvvəsi maksimal olar. Belə hərəkət eləsə, bir istiqamətində B-yə paralel olar. Sıfırdır. İki istiqamətdə hərəkət eləsə, yenə sıfır olar, düzdür. Perpendikulyar hərəkət eləsə, sinus 90 dərəcə olar. Sinus 90 dərəcədə Lorentz qüvvəsi maksimal olar. Aydındır. Bu istiqamətdə olsa, Lorentz qüvvəsi iş görəcəkdir. Aydındır. Lorentz qüvvəsi 4 istiqamətində. Bax, burada qüvvə Lorentz qüvvəsi maksimaldır. 1 ilə 2-də 0-dır. 4-də də ki, 3-də olandan biraz nədir? Azdır. Amper qüvvəsinin istiqamətinin tapılmasına aid. Əgər maqnit üzə xətləri belə yönəlsə, o indüksiya xətti belə yönəlibsə, o deməkdir ki, N qütbü bu tərəfdədir. Maqnitin N qütbü bu tərəfdədir, S qütbü bu tərəfdədir. Belə. Ovcu həmişə elə tutmalısı ki, əlin ovcunun içərisində eynə tərəf baxsın. Əgər naqil belə yönəlsə, naqil gərəyən belə yuxarı geçsə, nə edəcək? Nə tutacaq? Belə bax. Baxın, belə. Görürsünüz. Ovcunun içərisi baxdı N qütbünə. 4 barmağımla gərən istiqamətini göstərdi. Amper qüvvəsinin şəkil müstəvisinə perpendikulyar olaraq bizdən nədir? Uzaqlaşır, düzdür? Ovcun içərisi N qütbünə, sol əlin ovcun içərisi N qütbünə tərəf tutmalısınız. Bəlkə belə olsa, belə yönəlsə, belə bir X versələr, naqil perpendikulyar uzaqlaşır, maqnit hissəsi də belə yönəlir. Siz həmin dəqiqə yuxarıya N yazırsınız, N yuxarıdır. Ovcun içərisi hara baxmalıdır? Enə baxmalıdır. Belə tutsun, o tərəf, aydındır. Ovcun içərisi enə tərəf, 4 barmaq da gərən istiqamətində. Onda, deməli, amper qüvvəsi olacaqdır, bu birisi nədir? Tərəfə. Əgər, belə olsa, belə olsun, belə olsa, bu istiqamətdə yönəlsə, tutaq ki, belədir. Gərən bizə tərəfdir, maqnit vektoru belə yönəlir. Həmin dəqiqə N yazırıq özümüzdən, belə tutacaq, baxın, belə bax. Belə tutacağım, ovcumun içərisi enə baxır, 4 barmağım da, görürsünüz, 4 barmağım da bu tərəfədir. Onda baş barmağımız aşağını göstərdiyinə görə amper qüvvəsi nədir? Aşağı nədir? Yönələcəkdir. Oldu, ümumi şəkildə göstərək. İr cərəyanın maqnit hissəsinə, müsbət yükü bu şəkildə göstərilən istiqamətdə yaxınlaşır. Birinci, bu İl cərəyanı maqnit hissəsi yaradır. Bunun maqnit hissəsi Q2-dən Lorentz qüvvəsi təsir edir. İl cərəyanı bizdən uzaqlaşdığına görə onun maqnit vektorunun istiqaməti, sağ qaydası tapası, baş barmaq cərəyan istiqamətdədir. 4 barmaq indüksiya vektorunun dönənmə istiqaməti göstərir. Burada görürsünüz, dolanma istiqaməti sadə əqrəbi istiqamətində belə olacaq. Konsentrik çevrələr də belədir. Qüvvə xəttləri, mərkəzlər də burada yerləşir. Belədirlər. Görürsən, belədirlər. Belə istiqamətləniblər. Hamısında mərkəzi, belə yönəliblər. Mərkəzi, konsentrik çevrələr də elə bir. Olduğu belə. Formada, belə görürsən. Belə gəlirlər. Konsentrik çevrələr də mərkəzlərin naqilin ortasında yerləşir. İndi, bunu belə taparsan, 4 barmağı tutarsan üçün ciddi istiqamətdə, ovcu belə tutarsan ki, indüksiya vektorları ovcun içərisinə daxil olsun. Görürsən, baş barmağımız şəkil müstəvisinə bizə tərəfdir. Deməli, Lorentz qüvvəsi şəkil müstəvisinə bizə tərəf nədir? Yönəlir. Hissəç belə gələcək, belə hərəkət edəcək, çevrə hissəcək. Oldu?